20-ci sualda selluloza verib. Selluloza C6, H10, O5 və polimerləşmə dərəcəsini M veribdir. Oksigen atomlarının sayı deyir A, sellulozada A və o digər X maddəsində də A olmalıdır. Və həmin o X maddəsinin də polimerləşmə dərəcəsini 5N veribdir. Burada fikir verirsiniz ki, 5N oksigen buradadır. Deməli, içəridə bir dənə oksigen olmalıdır ki, vuranda 5N-də ümumi ikisində eyni olsun. Nişasta deyir, nişasta C6H10O5-dir. C6H10O5 olarsa əgər C6H10O5 indeks, yəni polimerləşmə dərəcəsi 5N, bunu vursaq 25N eləyəcəkdir. Bizə lazım 5N eləyən olsun. Neylon əmələ gəlib heksametil diaminlə, yəni diamin NH saxlayacağıq. Çünki H hissəsi çöldə qalır neylon olmaqdan ötürü. Heksametil, yəni 6 dən metil olacaq NH. A tipin turşusu CO, OH-ı qopmuş vəziyyətdə. CH2-dən 4 dənə CO. Neylonsa budur. 2 dənə oksigen var içəridə. 2-ni də 5-ə vuranda burada 10 N eləyəcək. Bu da olmaz. Polimetil metakrilat CH2, CH3, COO, CH3 budur. Polimetil metakrilat. Burada isə 2 dənə oksigen var. 2-ni 5-inə vuranda, yəni çöldə, çünki 5N verib. Bax, burada hamısında 5-inə vururuq. Bu da 10 N eləyəcəkdir. Deməli, bu da olmaz. Enantda deməli, enant yəqin ki, burada lifdən gedir söhbət. Enant turşusuna yaranıbdır. Omega amin enant turşusu. Omega CH2-dən 6 dənə NH. Burada NH2 olmalıdır. H yenə də çıxır. Buradan isə COOH çıxır. Yəni, enant hissəsi budur. Deməli, burada bir dənə oksigen var. Bu hissəsi də 5N idi. Biri 5N-ə vuranda 5N. Həqiqətən də oksigen atomlarının sayı bərabərdir. 20-ci sualda D variantı.